Herkesi salamlayıram. Bugün sizlerle bölüşəcəyim resept badımcan ruletidir. Hazırlanması həm asan, dadı isə çox ləzzətlidir. Restoranlarda gedib pul verib yeməyə də ehtiyac yoxdur. Evdə özümüz rahat hazırlaya bilərik. Ruletin hazırlanması üçün badımcanları doğrayıb, duzlu suda gözlədirəm. Duzlu suda biraz gözlətdikdən sonra yaxalayıb qurulayıram. Badımcanların suyunu aldıqdan sonra üzərinə duz töküb hər iki tərəfli olmaqla qızardıram. Əlbəttə ki, ilk öncə toyuğu qaynamağa qoymuşdum. Toyuğun filesini qaynatdıqdan sonra bu formada doğrayıram. Toyuğu doğradıqdan sonra qaba əlavə edib digər ərzaqları doğramağa başlayıram. Bir də sizə bildirmək istəyirəm ki, badımcanları qızartdıqdan sonra salfet üzərində gözlətmişəm. Göyərtilərdən keşnişi də xırda-xırda doğrayıb toyuğun üzərinə əlavə eləyirəm. Bu mənim ruletlər arasında ən çox sevdiyim içliyidir. 2 diş sarımsağı da sürtkəcinin kiçik gözündən keçirdirəm. Amma nəzərə alın ki, mənim sarımsaqlarım kiçik idi. Bir ovuc qozu da doğrayıb üzərinə əlavə eləyirəm. Əlbəttə ki, qozu öncədən yuyub, qurulayıb sonra doğrayıram. Mən bu formada doğradım, siz istəsəz daha xırda eləyə bilərsiniz. Bütün ərzaqları birləşdirdikdən sonra üzərinə mayonezi və duzu töküb qarışdırıram. Duzu öz zövqünüzə uyğun əlavə edin. Videoda mayonez 1 xörək qaşığı görünür, amma əlbəttə ki, 1 xörək qaşığı buna yetmədi. Mən burada 3 xörək qaşığı əlavə eləyirəm. Mayonezi də duzu da tökdükdən sonra dadını bəyəndimsə artıq badımcanı doldurmağa gəldi sıra. İçliyi badımcanın yarısına qədər qoyub badımcanı bükməyə başlayıram. Bu da ruletimin sonu. Ümid eləyirəm ki, videomu bəyəndiniz. Hazırlayıb sizdə nuş edin. Hazırlayacaq olan hər kəsə nuş olsun. Videomu sona qədər izlədiyiniz üçün təşəkkürlər.